Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi, salamı sizin ve ailenizin üzerine olsun. Aziz Allah size, sağlamlığınıza, ruzunuza, işlerinize bereket versin. Bilirsiniz ki Türkiye'de yaşayan ve aslen Azerbaycan'dan olan, Azerbaycan'ın Qarabağ bölgesinden, daha dəqiq desem Ağdam bölgesinden olan büyük şairimiz, büyük alimimiz, büyük insanımız Yavuz Bülent Bakilər Allah'ın rəhmətinə qovuşdu. Mən istəyirəm ki, onun nə qədər böyük bir şəxsiyyət olduğunu göstərmək üçün və Azərbaycanı nə qədər sevdiyini göstərmək üçün onunla bağlı olan bir xatirəmi sizinlə bölüşəm. Biz onunla Bakıda görüşdük, çünki Bakıya konferansa gəlmişdik. Uzun müddətlə söhbətimiz oldu. Elə oldu ki, biz Şəkiyə getməli olduq. Şəkiyə gedərkən də qatarla gedirdik. Qatarın otağında böyük şairimiz Xəlil Rza Ulutürk, Yavuz Bülent Bakilər və mən bir otaqda, bir kupedə olmuş olduq. Gözəl insanlar. Demək olar ki, Şəkiyə qədər dayanmadan danışdılar, söhbət elədilər. O Xəlil Rzanı çox sevirdi, Xəlil Rza da onu çox sevirdi. Şeirlər oxudular, gözəl sözlər, xatirələr, hətta ağladılar, güldülər, zarafat elədilər. Azərbaycana və Türk dünyası olan sevgilərini ifadə elədilər və mənə də qismət oldu ki, bu iki böyük şəxsiyyətlə bir yerdə 6-7 saat, 6-7 saatlıq yol boyu onları dinləyim, onlardan öyrənim, onların nə qədər böyük milli və bəşəri duyğularla yaşadığına şahid oldum. Eyni zamanda bir şəkildə də elə bir yerdə gəzmiş olduq. Bu xatirələr içərisində rəhmətlik Yavuz Bülent Bakilər önəmli bir xatirəsini göz yaşları içərisində danışdı. Həm mərhum Xəlil Rza Ulutürkə danışdı, həm də mən ona şahid oldum. O deyir ki, Sovetlər dönəmində, hələ Azərbaycan müstəqil olmayan bir dönəmdə mən Azərbaycana gəlmişdim. O vaxt Türkiye'den, İstanbul'dan birbaşa Azerbaycan'a, Bakıya təyyarə olmadığına göre Moskvadan gelirdik. Çünkü Moskvada bizi yoxlayırdılar, sonra gelirdik bura. Mən deyir, atam mənə bir vəsiyyət etmişdi. Onun atası uzun müddət Sivasda işləyib, önemli vəzifələri də olub və çox gözəl bir insan olub. Oğluna deyib ki, oğlum Yavuz, mənim səndən bir həsrətim var, mənim səndən xahişim odur ki, sən əgər Azərbaycana yolun düşsə, Ağdama gedəsən, orada Ağdamın torpağından bir ovuc gətirəsən və mən öləndə mənim məzarımın üzərinə səpəsən, deyib atası. Yavuz Bülent Bakilər də Moskvadan, yəni Sovetlər dövründə Moskvadan Bakıya gələrkən Ağdama getmək istəyib, təbii ki, ona izin verməyiblər. Sonra bizim böyük şairimiz Bəxtiyar Vahabzadədən xahiş edib ki, Ağdamdan mənə bir ovuc torpaq gətir, çünki mən bir vəfalı oğul kimi atamın vəsiyyətini yerinə yetirmək istəyirəm. O deyir ki, torpağı gətirdi Bəxtiyar müəllim və mən Azərbaycandan ayrıldım, təzədən Moskvaya uçduq. Moskvada deyir, hava alanında biz yoxlanış zamanı o Rus kəşfiyyatı mənə dedi ki, sizin çantanızda torpaq var, Azərbaycandan götürmüsünüz, Ağdamdan götürmüsünüz, onu yerə boşaldacaqsan. Yəni sən onun torpağı Türkiyəyə aparmaq haqqın yoxdur. Deyir, mənim gözlərim doldu və atamın vəsiyyətini yerinə yetirə bilmədiyimə görə çox üzüldüm. Bu məqamda da o özü də ağladı, Xəlil Rza da ağladı. Eyni zamanda sonra təbii ki, Azərbaycana gəldi, torpaq tapardı, atasının vəsiyyətini də yerinə yetirmiş oldu. Amma orada bir tarixi söz də söylədi. Dedi ki, Xəlil bəy, möhtərəm Xəlil bəy, müstəqilliyi olmamaq belə bir şeydir. Öz torpağını öz babanın qəbrinə aparmağa da sənin haqqın yoxdur. Şərəfli millət odur ki, öz müstəqil olsun, azad olsun, kimsə onun torpağını da, bir ovuc torpağını da əlindən ala bilməsin deyə söylədi. Azərbaycan sevgisi sonsuz idi, Türkistan sevgisi sonsuz idi. Bax, Azərbaycana sevgisini də belə ifadə edib, Azərbaycan ürəyimdə bir şah damardır. Nədən şah damar deyib? Çünki şah damar olmasa ürək dayanar və insan olar. Deyir ki, necə ki şah damar insan üçün bu qədər önəmli deyir, Azərbaycan da mənim üçün o dərəcədə önəmlidir. Mənim ürəyimin şah damarı deyir Azərbaycandır. Azərbaycan olmasa mən ölərəm deyir. Və bu şeiri onda deyim ki, niyə görə, bunu kim yaza bilər? Bu şeiri gerçəkdən həsrət çəkən, gerçəkdən bu duyğuları yaşayan, gerçəkdən o duyğular uğrunda mücadilə edən adam yaza bilər. Yəni bir sənətkar, bir insan, bir şəxsiyyət o zaman böyük olur ki, o hiss etdiyi, yaşadığı, səmimi olaraq içindən keçirdiyi, diqqət edin, həm də uğrunda mücadilə etdiyi şeyi yazır. Bu Azərbaycanı gerçəkdən həsrətlə özləyib, baxın nə deyir, Azərbaycan ürəyimdə bir şah damardır, mən Yaqub kimiyəm uzun yıllardır. Özünü Həzrəti Yaqubla müqayisə edib. Bilirsiniz ki, niyə görə uzun yıllar deyir? Çünki Həzrəti Yaqub öz sevimli oğlu Yusifə qovuşmaq üçün uzun illər həsrətlə onu gözləyib.
Azərbaycan ürəyimdə bir şah damardır. Mən Yaqub kimiyəm uzun yıllardır. Onda yəni harada? Yəni Azərbaycanda. Onda Yusifin qoxusu vardır. Necə ki Həzrəti Yaqub həsrətlə Yusifin o köynəyinin qoxusuyla oğlunu həsrətlə gözləyir və hətta gözünün işığından da məhrum olur. Onda Azərbaycanda deyir Yusifin qoxusu vardır. Və həsrətim, kimin həsrəti? Azərbaycanın həsrəti könlümdə böyük Türkistan qadardır. Burada niyə görə Türkistan deyib və buna şahid olduğuna görə söyləyirəm. Çünki o Türkistan olmasını istəyirdi, Turanın olmasını istəyirdi. Hətta niyə görə Azərbaycanın həsrətini Türkistan həsrəti boyda olduğunu söyləyir? Çünki Yavuz Bülent Bakilər deyirdi ki, Azərbaycan Türkistanın mərkəzidir. Azərbaycan Türkistanın siyasi beynidir, mədəni mərkəzidir, ağlı, elmi mərkəzidir və Azərbaycana Türkistana gedən bir yol kimi baxırdı, bir qapı kimi baxırdı. Yəni böyük bir ideal olan insan idi. Yavuz Bülent Bakiləri böyük eləyən şeyin biri de oydu ki, böyük ideallarla yaşayırdı. Turanın qurulmasını istəyirdi, Türkistanın qurulmasını istəyirdi. Ona görə deyir ki, onda Yusifimin qoxusu vardır. Kimdə? Azərbaycanda. Və həsrəti, Azərbaycanın həsrəti könlündə nə qədərdir? Böyük Türkistan qədərdir. Yəni Türkistana qovuşmağı, Türk millətinin idealı olan Türkistana qovuşmağı nə qədər arzulayıramsa, Azərbaycana qovuşmağı da o qədər arzulayıram. Azərbaycana həsrət çəkdiyi dövrdə yazıb bu şeiri. Bu hüzünlü gündə deyirəm ki, əziz ustad, dəyərli Yavuz Bülent Bakilər, Azərbaycanın, Qarabağın və Türk dünyasının böyük oğlu Yavuz Bülent Bakilər, əziz Allahın salamı, rəhməti, bərəkəti və salamı sizin və sizi sevənlərin üzərinə olsun. Sizi əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət edirəm. Gözəl insanlar, bu videomda mən sizə möhtərəm şairimiz Yavuz Bülent Bakilərlə bağlı, onun düşüncəsiyle bağlı bir xatirəmi paylaşmış oldum. Allah ondan razı olsun. Allah o dünyada onu en sevdiği, umduğu güzel nimetlerle mükafatlandırsın. Sağ olun, var olun, əziz Allah'ın sonsuz merhametine emanet olun. Güzel insanlar.